Amerikalı məşhur yazar Steven bir cümləsi var. Uğurunuz üçün televizoru söndürün. Mən də sizə təklif edirəm ki, uğurunuz üçün telefonları söndürün. Salam əziz abituriyentlər və dəyərli izləyicilər, hər birinizi xoş gördük. Bu videoda əgər sizin imtahana 2-3 ayınız qalıbsa, 1 ayınız qalıbsa və ya sayılı günləriniz qalıbsa, bu video həmin abituriyentlər və şagirdlər və onların yaxınları üçündür. İnanıram ki, bu videonu izlədikdən sonra sizlər üçün çox şey müsbətə doğru dəyişmiş olacaq və imtahanda daha uğurlu nəticə toplayacaqsınız. Ümid edirəm ki, faydalı olacaq sizə. Qeyd edim ki, videomuz hədiyyəlidir. Hədiyyə barədə videonun sonunda sizə məlumat verəcəm. İndi isə başlayaq. Sizə 7 əsas maddəni sayacağım. 1. Günlük plan hazırlayın, əgər planınız yoxdursa. İndiyə qədər planlı çalışmısınızsa, nə gözəl, amma plansız idisə, planınız yox idisə, elə günü bugündən çalışın, plan tutasınız. Çünki planlı çalışma gözünüzün qarşısında olduğu zaman o sizə əlavə bir motivasiya və güc verəcək. Yəni, gündəlik nə qədər çalışdığınızı qeyd edə bilərsiniz və ya bugün nəyə çalışacaqsınız və ya nə qədər test yazdınız, nə qədər vaxt ayırdınız, onu qeyd edə bilərsiniz. Bu sizin gözünüzün qarşısında olduğu zaman sizə daha ideal bir imtahana hazırlıq prosesi başlayacaq. Çalışın ki, bunu tətbiq edəsiniz. 2. Təkrarsız davam etmə, zəif bildiyin mövzuları qırmızıya alsan yaxşı olar. Bəzən abituriyentlər saatlarla çalışırlar, davam edirlər, təkrara vaxt ayırmırlar. Bu da müəyyən vaxtdan bir öyrəndiklərinin yaddan çıxmasına səbəb olur. Bu sizə görə dəyişir. Çalışın bir aydan birmi, indi baxır abituriyentə görə dəyişə bilir. 10 gündən birmi, həftəlikmi təkrara geri qayıdın. Özəlliklə hansı mövzuda çətinlik çəkmişdirsə, o mövzuya daha çox zaman ayırmanız daha yaxşı olar. Çünki insan zəif tərəflərini inkişaf etdirdiyi zaman daha yaxşı olur. 3. Testi sadəcə həll etmə, analiz et. Bəzən 100 test yazırıq hər hansı müəyyən bir mövzudan. Məsələn, 90 düzümüz, 10 səhvimiz çıxdı. Düzləri onsuz da bilirdiniz. Çalışın səhvləriniz üzərində də işləyin ki, onun sizə bir faydası olsun. Məsələn, bunun üçün ayrıca bir qeyd dəftəriniz ola bilər. Sırf səhvlərinizi, yanlış yazdıqlarınızı ora qeyd edərək onları daha çox inkişaf etdirə bilərsiniz. Nədə səhv etdim? Bu testdə problem nə idi? Niyə mən bunu səhv yazdım kimi sualları özünüzə verərək daha rahat bir çıxış yolu tapa bilərsiniz və nəticədə bilmədiyiniz tərəflərinizi, zəif tərəflərinizi inkişaf etdirmiş olacaqsınız. 4. İstirahatınızı düzgün bölün və bilin ki, yorğun beyində daha çox səmərəli çalışmaq olmur. Bəzən abituriyentlər və şagirdlər davamlı saatlarda çalışırlar və istirahətə fikir vermirlər. Bu, düşünün ki, bir ağac kəsirsiniz və yaxud da meşədə bir odun qırırsınız, baltanı itiləmirsiniz. Belə bir düşünməyə çalışın. Fasiləsiz çalışırsınız və ortada bir fasilə yoxdur. Bu da sizə çox effekt verməz. Çalışın ki, düzgün qurun planınızı, dərs çalışmanızı. Bəzən 8 saat çalışan abituriyentdənsə 5 saat səmərəli çalışan, faydalı çalışan abituriyentin nəticəsi daha yaxşı olur. Çalışın istirahatınıza vaxt ayırın. Bina evində yaşayırsınızsa, müəyyən vaxtdan bir saatdan bir düşüb bir binanı tur atın gəlin. Amma təbii ki, binanı turu atarkən fikriniz yanıb, dostunuza qoşulub, bir də baxmayın ki, saatlarla çöldəsiniz. Çünki sizin sayılı günləriniz var və məsələyə belə baxın. 5. Müqayisəni başqası ilə yox, özünlə apar. Bəzən yoldaşlarımız, dostlarımız olur, bizdən daha yüksək nəticə toplayırlar və biz bunu bəzən özümüzə dərd edirik ki, kaş ki, mən də onun qədər toplasam deyib günümüzü onunla keçiririk. Yəni, onu düşünməklə keçiririk. Özünüzü ən yaxşı elə özünüzlə müqayisə eləyin. Dünən nə qədər çalışmışdım, bugün nə qədər çalışmışam. Və yaxud bir ay bundan qabaqki imtahanda 600 bal yığmışdım və bu imtahanda bir ay sonra mən nə qədər yığdım, növbəti hədəfim nədir? Siz özünüzü özünüzlə müqayisə etdiyiniz zaman daha yaxşı inkişaf edəcəksiniz və daha da motivasiya olacaqsınız. 6. Özünə inan, inanmaq işin çox böyük bir hissəsidir. Bəzən görəcəyimiz işə inanmırıq, amma siz bilin ki, inandığımız şəkildə işə sarıldığımızda o daha yaxşı effekt verəcəkdir. Bilin ki, siz hansı hədəfi özünüzə təyin etmişsiniz, hara qəbul olmaq istəyirsiniz, nə üçün çalışırsınız? Özünüzə inandınızsa artıq işlə başlayın. Yox, kör-körənə çalışırsınızsa ki, nə toplayaram deyirsinizsə, yəni bal olaraq, bu təbii ki, sizə çox səmərə və effekt verməyəcək. Çünki balın qalxma düşmə məsələsini heç kim bilmir. Bu, abituriyentlərin yığdığı balı görə dəyişir. Ola bilsin ki, 600 bal özünüzə hədəf qoymusunuz və 600 baldan yuxarı bəlkə bu il, misal üçün, 3000 yox, 5000 adam 600 keçdi. Ona görə ballar qalxa bilir və ya siz keçid balını toplasanız belə ora düşməyə bilirsiniz. Ona görə yaxşı şəkildə hədəf qurub ən yaxşısını etməyə çalışın ki, nəticəniz də yaxşı olsun. 7-ci və mənə görə
ən önəmlilərindən biri telefon məsələsi. Çalışın ki, telefondan istifadəni minimuma endirəsiniz. Əksərən abituriyentlər olsun, böyüklər olsun, bəzən baxırsınız ki, saatlarla telefonla vaxt keçirərək artıq saatlar ötüb keçib və bir nəticə əldə etməmişik, bir şey çalışmamışıq. Çalışın onu minimuma endirəsiniz. Hətta yaxşı olar ki, telefonda çalışacağım onu ekrana yerləşdirmişsiniz üçün parametrlər bölməsində valideyn nəzarət sistemindən daxil olsanız, ötən həftə hansı gün telefona nə qədər sərf eləmisinizsə ona bir baxa bilirsiniz. Əgər 3 saat, 4 saatı keçibsə telefondan istifadə ki, bəzən abituriyentlərdə bu 7-8 saat olur, bu çox böyük bir problemdir. Çalışın ki, onu minimuma endirəsiniz və özünüzə bir nəzarət eləyəsiniz. Bir də ki, dərs çalışdığınız zaman çalışın ki, telefon yanınızda olmasın. Mümkünsə onu başqa bir otağa aparın, mətbəxə qoyun, interneti və telefonu, yəni bildirişləri falan söndürün. Çünki dərs çalışırsınız, telefon yanınızda və bir zəng, bir bildiriş gəlsə, aləm deyəcək bir-birinə, bir də görəcəksiniz ki, bugün bir tarix oxuyasıydın, amma dərslər tökülüb qalıb bir şey etməmişsiniz və ya bir ingilis dili çalışasıydın və heç bir şey çalışmamısan. Və bilin ki, sizə qalan bu imtahan müddətini yaxşı dəyərləndirmək lazımdır. Belə bir söz vardır. Abituriyentin hər dəqiqəsi, hər saniyəsi qızıldır. Buna elə baxın və bilin ki, 2 ay sonra imtahan verəndə indi imtahan üçün çalışmadığınız üçün hər an üçün bəlkə də peşman olacaqsınız. 2 ay möhkəm olun, iradənizə sarılın. Deyin ki, artıq digər səmərəsiz işləri atıram və dərs çalışıram. İnanın ki, 2 ay sonra hazırki vəziyyətdən qat-qat daha yaxşı olacaqsınız. Amma bu şeyləri qeyd götürürsəniz, yox, qeydsiz sadəcə izləyib keçirsinizsə, bu sadəcə faydasız bir vaxt itkisi olacaqdır. Çalışın ki, qeyd şəklində götürün bu maddələri və gözünüzün görə biləcəyi bir yerdə yazıb qoyasınız. Ümid edirəm ki, faydalı video oldu. İnanıram ki, imtahanda istədiyiniz nəticəni ən yaxşı şəkildə, ən xeyirli şəkildə yığacaqsınız. İndi isə hədiyyə məsələsi vardır. Videonu izlədiniz, sizə kiçik bir hədiyyəmiz olacaqdır. 3 nəfəri qalib seçəcəyik. Əvvəlki videolarda da olmuşdu belə bir şeylər. Qaydalar sadədir. Hər hansı bir fikir və ya şərh yazırsınız videonun şərh bölməsinə. İlk 3 nəfəri qiymətləndirib hədiyyəsini özüm göndərəcəm. Ən çox bəyəni və like alan şərh sahibləri 3 nəfər qalib olacaq. Yanvar ayı ərzində keçərlidir bu yarışma. Fevralın 1-i artıq qalibləri elan edib hədiyyəsini göndərəcəm. Əziz abituriyentlər, özünüzə inanın, siz güclüsünüz, bacararsınız. Mənfi və neqativ düşüncələri yaxına buraxmayın. Və bilin ki, necə ki, digər abituriyentlər yüksək nəticə ilə universitetə qəbul olur, siz də onlar kimisiniz. Yəni, onların sizdən bir üstün və ya aşağı cəhəti yoxdur. Siz də bacaracaqsınız. Hər birinizə bol-bol uğurlar arzulayıram. Özünüzə yaxşı baxın.